O anın içində mən həyatdayam, mən sağlamam, gözüm görür, qulağım eşidir, ayağım yer tutur, nəfəs ala bilirəm, günəşi görürəm, yanımda valideynim var və ya övladım var, şükür sağlamdır və s. kimi məsələləri görmür. O ancaq ilişir, keçmişdə hansısa bir negativ halda qalır. Danışanda da ancaq o yöndən danışır. Və bu hal baş verməməsi üçün biz insanlara həmişə təşviq edirik ki, psixoloji dəstək götürsünlər. Çünki psixoloji dəstək insanın keyfiyyətli yaşamağını təmin edir. Həmin insan, Vüsalə xanım, anı yaşaya bilmir. Halbuki dediyim kimi həmin an Allah Taala ona o qədər gözəl fürsətlər açır ki, bunun üçün biz ilahi yöndən götürsək, şükranlıq Allahın həmişə Quranda dəfələrlə bildirdiyi, bəlkə şükür edəsiz məsələni xatırlamaq yerinə düşər ki, burada insanın şükranlığı da çox önəmlidir. Psixoloji dəstək alsınlar, bayaq dediyim kimi insanlar və yaxud da Allaha tamamilə yönəlsinlər. Allah bizə dediyim kimi şükranlığı, təvəkkülü, səbri öyrədir və insanların anı yaşamaqla bağlı bir məsələdə yanlış anlaşılma, əvvəldə qeyd etdiyim bir məsələ var ki, bəzi insanlar elə düşünür ki, anı yaşamaq bütün məsuliyyətləri öz üzərindən atmaq və həyatın həzzinə dalmaq mənasını verir. Yəni belə bir ifadələr çox eşidərsiniz ki, gəl anı yaşayaq, heç bir şey düşünməyək, nəticələrini düşünməyək. Sadəcə bugünə görə yaşayaq. Bugünə görə yaşayaq. Bu da tamamilə həm bizim ilahi həyat tövsiyələrimizə, Allahın, Peyğəmbərin bizə öyrətdiyi tövsiyələrə ziddir. Çünki biz nəinki bu dünya üçün, axirət üçün həm də yaşayırıq.